Salam, belə bir suala baxaq. Bizə verib azot və hidrogendən ibarət x litr qarışıq. Bunlar qarşılıqlı təsirdə olur, amoniak alınır və görürük ki, başlanğıcdakı maddələrdən hidrogen sonda da var. Bu deməkdir ki, hidrogen artıq qalıb. Amma azot tam sərf olunub. İlkin qarışığımız əvvəl x imiş, sonda olub x minus 8. Deyir ki, ilkin qarışıqda hidrogenin həcm payı 80% olarsa, alınan qarışığın həcmini hesablayın. Ən birinci olaraq reaksiya tənliyini yazmalıyıq. Azot hidrogenlə qarşılıqlı təsirdə olur, alınır amoniak. Əmsallaşdıraq, bura 3 yazırıq, bura 2 yazırıq, düzəlir. Demək, əvvəl qarışığımız x imiş, sonda x minus 8 olub. Yəni, nə qədər azalma var? 8 litr azalma var. 8 azalma olanda baxaq görək azotumuz nə qədər sərf olunub, hidrogenimiz nə qədər sərf olunub, amoniakımız nə qədər alınıb. Demək, 8 azalma olanda nə qədər azot sərf olunur bilmirəm. Amma biz baxırıq ki, burada qarışığımız bizim əvvəl 1 azot 3 hidrogen 4 imiş. Sonda nə olub? 2. 4-dən 2-yə nə qədər azalma var? 2. 2 azalma olanda nə qədər azotumuz sərf olunub? 1. X bərabərdir, tapırıq 4. Demək, 4 azotumuz sərf olunub. İndi, eyni qayda üzrə hidrogen nə qədər sərf olunub tapırıq. Demək, 8 azalma olanda X hidrogenimiz sərf olunub. 2 azalma olanda isə 3 hidrogen. X bərabərdir, 12 hidrogen sərf olunub. Demək, bizə deyir ki, bir də indi amoniakı da tapaq. 8 azalma olanda x amoniak alınır. 2 azalma olanda 2 amoniak alınır. X bərabərdir 8 mol amoniak alınıb. Bunu tapdıq. İndi bizdə deyir ki, alınan qarışığın həcmini hesablayın. Alınan qarışıq nə deməkdir? Alınan qarışıq məhsul və başlanğıcdan artıq qalandır. Biz məhsulu tapdıq. Bizim məhsulumuz nədir? Amoniakdır. Amoniakımız nə qədərdir? 8. Artıq qalanımızsa nədir? Bu bizə göstərir burada hidrogen artıq qalıb. İndi biz baxaq görək hidrogen nə qədər artıq qalıbdır. Bunu tapmaqda da bizə kömək eləyən bu ipucudur ki, deyir ilkin qarışıqda hidrogenin həcm payı 80%-dir. Demək, hidrogen artıq qalıb. Demək ki, o tam sərf olunmayıb. Amma azot artıq qalmayıb. Yəni, tam sərf olunub. Biz də tapdıq ki, azotumuz nə qədərdir? 4. İlkin qarışığımızda azotdan hidrogen var idi. 4 azotdur. Və deyir ki, bizə ilkin qarışıqda hidrogenin həcm payı 80% imiş. Hidrogen əgər 80% imişsə, onda 100-ün 80-i hidrogenindirsə, 20% də nəyin imiş? Azotun imiş. Buna əsasını tapa bilərik ki, nə qədər? Bizim başlanğıcda hidrogenimiz var imiş. 4 mol nə qədər düşüb? 20%. Onda 80% nə qədərdir? X. X bərabərdir 16. Demək, hidrogenimiz başlanğıcda 16 imiş. Hidrogen başlanğıcda 16 imiş. Nə qədəri sərf olundu tapdıq? 12-si sərf olundu. Sərf oldu. Sonda nə qədər qalıb? 16 çıx 12. 4 də artıq qalıbmış. Demək, tapdıq ki, hidrogenimizin də artıq qalanı 4 imiş. Alınan qarışığın həcmini tapın deyir. Alınan qarışığımız məhsulumuz və artıq qalanımız. Məhsulumuzu 8 tapdıq. Artıq qalanımız hidrogen də 4 idi. 8 üstə gəl 4 edir 12.